Salam, hər vaxtınız xeyirli olsun. Kimə maraqlıdırsa, birinci dəfədir bu qulançar toxumlarıdır. Bu bizdə, kənddə, rayonda 50 ildir bitir. Ancaq o qədər də artmır. Kollarının üstü toxumla dolu olur, ancaq 50 il müddətində belə baxırsan, bütün bağı, böyük bir bağdır. Qulançar basmalıydısa, bitməliydisə, çox az yerlərdə artıb. Deməli, bunun artması belə çıxır ki, biraz bəzi amillərdən əlaqəlidir. Və bu toxum bunu mənə payızda göndəriblər. Qış qabağı toxum yetişəndə. Bunun içi şirə ilə doludur. Mən o vaxt bunları koldan təmizləyib, yığıb, müəyyən normal temperaturda saxlamışam. Bunun hər birinin içində 3-5 dənə qulançar var. Toxumu. Baxın. Bu, bunun toxumudur. Qara. Yəqin ki, aydın görükür. Mən bu müəyyən adamların paylaşımına baxmışam YouTube'da. Görürəm ki, bunu artırmaq o qədər də asan deyil. Elə ona görə də bu bizim kənddəki, rayondakı evimizdə, məhəlləmizdə o qədər də kütləvi sürətdə artmayıb. Bax, indi bunun içindən çıxan toxumlardan, məsəl üçün, bu görürsünüz, bu çürüyüb, quruyub. Bu bitəsi bir şey deyil. Ancaq bu toxum əvvəlki çıxan, o sağlamdır. Sağlam toxumlar möhkəm olur. Əllə belə basanda əzilmir. Öz möhkəmliyini saxlayır. Əlbəttə, bunu çox belə sıxcalamaq olmaz, çünki bunun burada rüşeym hissəsi var. O zədələnsə, yenə də bitməyəcək. Mən bundan 300 əkmişəm, ikisini sadəcə belə təmizləyib əkmişəm. Bax, belə, bu şəkildə. Təmizləmişəm, bunun belə açmışam. Ancaq öz şirəsi ilə bir yerdə. Bax, bu cür üç qabığını açandan sonra belə əkmişəm. Bunun təbii surətdə çox az olması təbiətdə yəqin ki, onunla əlaqəlidir ki, bu çox da yayıla bilmir. Yəni, bunun yerə düşən bu toxumlarını qarışqalar, quşlar yeyirlər. Torpağın altında qışda qalır, çürüyür bəziləri. Bəziləri münbit şərait yaranmır deyin, cücərə bilmir, sağ qalıblarsa da. Ona görə mən ev şəraitində saxlayandan sonra və bunu kağız kulyokda saxlamışam ilkin olaraq. İndi çıxartmışam, yəni havasız yerdə qalmasın, müəyyən, çox da isti olmayan temperaturda saxlamışam ki, qurumasın. İndi mən bunun bir hissəsini islatmışam. İsladandan sonra belə kasada. Görürsünüz, burada kuruşkada da islatmışam. Burada kasada. Bir sutka qalıb islanıb. İslanandan sonra mən baxıram, bəzi toxumlar üstə qalıb, bəziləri dibinə çöküb. Dibinə çökən çoxdur, üstə qalan az. Yəqin ki, bu üstə qalan toxumlar da buradan belə görükür ki, bu üstə qalan toxumlar, bunlar da ola bilər yüngüldür. Niyə yüngüldür? Dəqiq bilmək olmur. Bəlkə də içi boşdur. Bəli, bir də bax. Təbii. İndi görün, sıxdım. Bunun içi boşdur. Aydın oldu.
Ona göre üstə qalıb. Üstə qalandan daha bir dənə götürək. Üstə qalan toxum. İndi dəqiq biləcəyik. Bunu götürdük, üstə qalan toxumu. Bu həmən toxumdur. Bunu belə sıxdıq. Bəli, boşdur içi. Tam boş olmasa da bayaqki kimi bu da qismən boşdur. Deməli bunların çıxmaq ehtimalı yoxdur. Çıxmaq ehtimalı yoxdur. Bu da üstə qalan toxumdur. Bəli. Bir növü bir hissəsi boşalıb. İndi bu toxumları bu cür istadandan sonra mən bunları YouTube'da görmüşəm, belə əskiyə bükürlər, isti yerdə saxlayıb cücərdirlər. O cızları ki mən əkmişəm, sulamışam, islatmışam, onlar heç. Ancaq bunları indi mən, bu dibində qalanları belə götürüb, bura düzəcəm belə. Mən bunu belə görmüşəm. Düzəndən sonra bunu çox da isti olmayan ilıq bir temperaturda saxlayacağım. Sonra cücərəndən sonra bunlar cücərir belə. Mən görmüşəm, cücərdən adamlar olub. Cücərəndən sonra torpağa əkəcəm. Görək onda nəticəsi nə olacaq, nə göstərəcək. Bunları bu cür əskinin üstünə düzürük. Sonra əskini büküb ilıq temperaturda saxlayırıq. Bəli, toxumları bu cür nəm əskinin üstünə, həm də çit əskinin nəfəs alan dəsmal deyək, dəsmalın üstünə yığdıq. İndi bunu qatlayacağıq. Bax, belə bu şəkildə. Qulançarın satışda, bazarda dəstəsi 3-5 manat arası olur. Dəstənin çəkisindən asılı olaraq. O da kilosuna hesablayanda 30 manatdan çoxdur. Bunun belə baha olmağının yeganə səbəbi bunu əkib becərən yoxdur və təbiətdə də çox az artır bu. Ona görə az tapılır. İndi biz dəsmalımızı bu şəkildə bükürük. Belə. Sonra belə. Belə. Bükdük. Ki bükülü olsun. Bükəndən sonra kənarlarını qatlayırıq. Mən bunu yaxşı bükə bilmədim. Bu biraz belə seyrək dayanmalıdır. Deyək, belə. Bükdük. 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 Dayandı. Kənarlarını qatladıq. Belə. Gözəl. Yenə belə bükdük. Yenə belə bükdük. Nəm əskidə dayanıb. Dəsmalımızı müsbət temperatur olan bir yerə qoyacağıq. Belə. Altda otopleniya var, üstdə bu mərmər plitə nisbətən ilıq olur. Temperatur fərqi var. Bunu qoyduq bura. İndi gözləyərik. Yəqin ki, bir həftədən sonra mən bunu açıb baxacağam. Əgər müsbət nəticə olsa, onda çəkiliş eləyib göstərəcəm. Mənim özüm üçün də maraqlıdır, çox maraqlıdır.
Əgər kiminsə bu işdə təcrübəsi varsa, çox xahiş edirəm kommentə yazsın. Mən də oxuyub əlavə təcrübə qazanaram. Öncədən minnətdaram. Və onu da deyim ki, bu dəsmalın daima nəm qalmasına nəzarət eləmək lazımdır ki, daima nəm olsun, qurumasın.